Bakıda yerləşən İdrak liseyində baş verən silahlı insident cəmiyyətdə ciddi rezonans doğurub. Şagirdin müəllimini odlu silahla yaralaması təkcə bir təhsil müəssisəsində yaşanan hadisə deyil. Eyni zamanda daha dərin sosial və psixoloji problemləri gündəmə gətirir. Hadisə ilə bağlı yayılan son məlumatlara görə, müəllimi güllələyən şagirdin atası Samir Şirinov əvvəllər Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində çalışıb. Bildirilir ki, o, hazırda işsizdir. Bu detal hadisəyə ictimai marağı daha da artırıb və müzakirələrin istiqamətini dəyişib. Cəmiyyətdə haqlı olaraq suallar yaranır. Ailə mühiti, valideyn nəzarəti, psixoloji durum və məktəb daxili münasibətlər bu cür ağır nəticəyə necə gətirib çıxara bilərdi? Üstəlik, silahın şagirdin əlinə necə keçməsi də hələlik cavabsız qalan əsas məqamlardandır. Mütəxəssislər bildirir ki, bu tip hadisələr tək bir şəxsin məsuliyyəti ilə izah oluna bilməz. Burada ailə, məktəb və ümumilikdə cəmiyyətin üzərinə düşən məsuliyyətlər var. Təhsil müəssisələrində təhlükəsizlik tədbirləri, şagirdlərin psixoloji vəziyyətinə nəzarət və valideyn-məktəb əlaqələrinin gücləndirilməsi artıq zərurətə çevrilib. Hazırda faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır və hadisənin bütün detalları aydınlaşdırılır. Bu hadisə təsadüfdür, yoxsa məktəblərdə və ailələrdə illərdə yığılıb qalan ciddi problemlərin təhlükəli nəticəsi? Siz necə düşünürsünüz? Fikrinizi şərhlərdə yazın.